İmişli Karvanla 1-1 hesablı bərabərlik qeydə alındı. İmişli komandasının heyəti səhv etmirəmsə 9 Azərbaycanlı ilə meydana çıxmışdılar Ahmet. Amma qeyd etməliyəm ki, görüntü olaraq 10 Azərbaycanlı ilə. Hətta 10 Azərbaycanlı ilə meydana çıxmışdılar. Mənzərə xoş, gözəl, sevinirəm, olsun. Amma Azərbaycanlıların inkişafı bu şəkildə şans verməkdən keçmir. Mən sənə onu deyəcəydim ki, bu şəkildə şans verməkdən keçmir. Sağ olsunlar ki, düzdür. 10 Azərbaycanlı oynadıblar, şans veriblər, amma bu özünü aldatmaqdır da. Bəli, düzdür. Bəzi futbolçular orada Premyer Liqanın, yəni oyunu imişdir. Söhbət imişidən getmir ha. Yox, ümumi deyirəm, elə ümumi toxunacam Ahmet, sözü də ötürəcəm sənə. Qubada oyunu canlı izləyirdim. Yəni o yerli futbolçuların o gözünün alışıb yanmasını hiss edirdim də. Premyer Liqa matçı, Premyer Liqa klubuna qarşı gözəl məqamlardır, xoş hadisədir. Sevinirəm buna. Amma yəni düşün ki 32 tur ehtiyat istiqamətdə oturan futbolçu 33-cü turda 90 dəqiqə meydanda olur. Bundan biz nə gözləyə bilərik? Bu nəyə inkişaf eləyə bilər? Bu tək İmişlidə deyil. Qarabağ komandası da yerli futbolçulara çox şans verdi son turda. Sabah komandası qapıçıya səhv etmirəmsə debut şansı verdi. Bəzi başqa klublarda da o kütləvi oynamayan əsas nədən olur bu? Növbəti mövsüm bəzən komandalar kiminlə davam edəcəyini görmək istəyirlər. Yəni bir oyunda özünü göstərdin. Göstərmədin ciddi qardaş, sənə şans verdi, oynayammadın. Amma yəni bu gözə kül üfürməkdir. Bu gözə kül üfürmək həm də bir də bu nəyə hesablanıb? Mən deyim, davam et, bu sirrin üzünü açım. Mövsümün sonunda o statistika açıqlanacaq ha. Legioner limiti olsa da, baxın, Premyer Liqada görün neçə Azərbaycanlı iştirak edib say olaraq. Amma da o sayı bir balaca incələyən olmayacaq ki, onun içində bəziləri bir oyun, bəziləri bir dəqiqə şans alıb. Yəni, bu şəkildə yanaşma da doğru deyil. Ümumiyyətlə, mənə görə bizim klubların mövsümün əvvəli planı olmalıdır. Xüsusilə də mən bunu iddialı klublara şamil edirəm. Sabah olsun, Qarabağ olsun, Neftçisi olsun, Turan Tovuzu olsun. İddialı klubların mövsümün əvvəli planı olmalıdır ki, minimum akademiyasının 3 futbolçusu seçməlidir, ən istedadlı, talantlı, güvənli 3 futbolçunu qarşısına məqsəd qoymalıdır ki, bu mövsüm maksimum bu futbolçulara şans verəcəm. Daha 10 oyundan bir 5 dəqiqə yox. Müəyyən oyunlar var da, oyunun artıq demək olar taleyi həll olunub. Müəyyən rəqiblər var ki, ona qarşı bəzi futbolçularla çıxıb nəticəni qazana bilərsən. Amma stabil olaraq özün üçün bir plan tutub, o futbolçuların mövsümün gedişinə tədricən şans verməlisən ki, o futbolçular ən azı 3 futbolçudan birini qazandırsan bizim futbolumuza, bu artıq qazancdır. Bizim təəssüf ki, yerli futbolçularla bağlı heç bir planımız, proqramımız yoxdur. Biz liqanı arxada qoyduq. İddialı saydığım 4-5 klubdan bir futbolçu, bir klub sayı Ahmet, bu mövsüm Azərbaycan futboluna futbolçu bəxş elədilər. Emin Səfərov. Yox, Emin Səfərov bu ilin məhsulu deyil. Yox, amma bəxş bu il oldu da. Yox, belə deyək də, Murad Məmmədov artıq Qəbələdə parlamışdı. Murad Məmmədovun özü ötən mövsümdə artıq çıxmışdı. Debut eləyən bir futbolçu say mənə. Bu mövsüm debut elədi və ümid verir ki, növbəti mövsümlərdə bu parlaya bilər. Əvvəlki illərdə var idi. Elə saydıqlarım Murad məsələn ötən mövsüm olmuşdu. Emin Səfərov ondan öndəki il olmuşdu. Sabah, Qarabağ, Neftçi. Qəbələdən mən sənə 6-7 nəfər saya bilərəm. Görsən Qəbələdən. Əslində Qəbələdəki futbolçuların əksəriyyəti. Amma bunu iddialı klublardan mən daha çox niyə deyirəm? Çünki futbolçuların inkişafı orada daha sürətli gedir də iddialı klublarda. Bugün Emin Səfərovun biz görürük hansı sürətlə inkişaf edir. Amma iddialı klubların da bir mənfi məsələ var ki, onlar iddialı hədəfləri böyük olur, başa düşdür. Mən kütləvi demirəm ki, Azərbaycanlı. Neçə illərdir Qarabağın hədəfləri böyük, amma tədricən orada yetişdirdiyi Azərbaycanlılar var. O formada düşünürəm ki, eləmək lazımdır. Yəni, bilirsən nədir? Bizim Premyer Liqadakı təmsilçilərin 95% yox, hamısı klub deyil, komandadır.